Rayon merkezinden 45 km uzaklıkta, deniz seviyesinden 1800 metre yüksekte yerleşir. Bu bakımdan rayonun ki 50 kilometreden geçip, son istikamete 1 kilometre yolu kat etmekle 50 kendine çetebilirsiniz. Azerbaycan kimi çok millətlidir. Burada lezgiler, tatlılar, kılıqlar, Yahudiler, Nağlılar, Cəkillər, Əliflər, Hapslar və s. yaşayır. Hər bir qrupun öz dili var. Əllik, Cək, Haps və Qırız dilləri ənlik təşkil etsə də aralarında ləhcə fərqi var. Lakin bu kəndlərdə yaşayan insanlar bir-birini asanlıqla başa düşür. Xal-arasında əliflər və Cəkillər söhbət edir. لطعه خجيهين لنا أطعم من المتجان ويمتبيزما شو أنا كده اللي بيجي خالصة سيدنا يتوقع شو Qeyd etdiyimiz kimi əliklərin də öz dili var. Əliklər öz kəndlərinə ilaq deyirlər. İlaq sözü yerli ahalinin əlikləri yaşadığı yer deməkdir. Kəndin adı da bu sözlə bağlıdır. Əramızın 1-ci əsrdə yaşamış Yunan tarixçisi Strabon öz coğrafi bağlı əsərində Alban təfəq arasında ləqlərin olmasını qeyd edir. İlaq sözü ləq sözünün zaman ötdükcə değişmiş formasıdır. Kəndin adı olan əlik sözü isə ilaq sözünün asılmasiya olmuş formasıdır. Kentimizin tarihi çok qədimdir. Yaşlı kənd sakinlərinin məlumatlarına görə kənddə 50-60-dan çox sayda yaşayış evi olmamışdır. Lakin kənd ərazisində 9 hektara qədər qəbristanlıq ərazisi var. Geçmiş zamanlarda baş vermiş təbii fəlakətlər və çeşitli səbəblər üzrəsindən kənd öz yerini bir neçə dəfə dəyişmişdir. Hazırki qəbristanlıq yerləşən ərazidə zaman-zaman qəbir qəbirlərkən müxtəlif məişət əşyaları tapılmışdır. Bundan başqa əlik dilində dağılmış kənd mənasını verən ərazi adı kəndin öz yerini dəyişdiyini sübut edən dəlillərdəndir. Hazırda kənddə 51 ev, 314 nəfər adam yaşayır. Tarixən Quballılar öz vətənləri uğrunda döyüşməyib bu yolda şəhid olmağı özlərinə borc bilmişlər. Hələ Çar Rusiyası dövründə Şeyxəli xanlar Ruslara qarşı vuruşan igidlər arasında əliklərin də adı çəkilir. Onlardan biri də Əlikli Novruzəli beydir. Novruzəli bey uzun müddət Ruslarla vuruşmuşdur. 1837-ci ildə tutularaq 37 nəfərlə birgə Bakı qalasında edam edilmişdir. Çoxsaylı əlilli vətəninin müdafiəsinə qatılmışdır. Kənd məktəbinin riyaziyyat müəllimi müxtəlif mənbələrdən bəhrələnərək 2-ci Dünya müharibəsində iştirak etmiş sakinləri tam siyahısına tərtib etməyə nail olmuşdur. Həmin siyahıda 63 nəfər əlillinin adı qeyd olunur. Qarabağ döyüşləri başlayan zaman əlil illərdə öz qardaşlıqla kəndi döyüşlərə uğramışdır. Müharibə başlayan zaman qardaş varsı Sultan Əli, Fələr falan, Əziz Ovalar, Əmir Əhmər və Abdal Abdal könlü olaraq orada yazılmışdır. Hər bir aktiv döyüş əməliyyatlarında iştirak etmişdir və Azad Fərbin hükümət kesilmişdir. Məktəbimiz Qarabağ döyüşlərində şəhid olmuş şəhid Rəhman Mançarov adını daşıyır. O, 1992-ci ildə Şuşa, Laçın, Kəlbəcər, Ağdam və Füzuli, Qubadlı uğrunda gedən döyüşlərində fəal iştirak etmişdir. 1993-ci ilin noyabrın 2-sində Zəngalan uğrunda gedən döyüşlərində birində şəhid olmuşdur.
tərəfindən telefon stansiyası qoyulmuşdur. Quşlar dağ kəndi olmasına baxmayaraq, kənd yüksək sürətli internet şəbəkəsi ilə təmin edilmişdir. Əsas sahəsi heyvandarlıq təşkil edir. Kənd əhalisi qoyun və heyvan saxlayır. Əhalinin ətrafını Hanlar yay aylarında dağların səfalı boyunları yerləşən kəndlərə, xüsusilə isə isti arar bölgələrində qışlaqlara götürülür. Kənddə qalan əhali isə yay aylarında heyvanlarına qışda dolandırmaq üçün ot biçib yağırlar. Ot tədarükü iyul ayının əvvəllərində sentyabr ayının ortalarına qədər davam edir. Qadınlara əsas məşğuliyyəti toxuculuqdur. Onlar yunu erib ondan ip hazırlayırlar. İpi isə boya maddələri ilə boyayır. Boyanmış iplərdən isə müxtəlif növ xalçalar, palazlar, dərbələr, ayaq geyimi, başmaqlar və corablar tutulur. Kəndimizin əsrarəngiz iqlimi var. Yay ayları isti və yağışlı keçir. Bəzi yağan şiddətli yağışlar dərələrdən güclü sellərin gəlməsi ilə nəticələnir. Bəzi hallarda yağan qar hündürlüyü 1 metrə qədər çatır. Payız və yaz fəsilləri isə çox dəyişkəndir. Bu iki fəslin ilin 4 fəslinə aid hava şəraitini müşahidə etmək olar. Kəndimiz 4 tərəfdən məğrur dağlarla əhatə olunmuşdur. Hər bir dağın, təpənin yerli dildə məna verən adı var. Kəndimizin hər küçəsində müxtəlif macəra, dərmanlar, buruqlar qaynayıb. Kəndimizin kənddən təxminən 40 kilometr cənublarında yerləşən quraqdır. Öz dilməcəsi bir ağaxarı içkən. Yəni yıl suyu deyilir. Qırqlar suyu xəstəliklərin əvəzolunmaz dərmandır. Əli kəndi ziyalılar diyarıdır. Burada bir çox görkəmli şəxsiyyətlər dünyaya gəlmişdir. Onların bir çoxunun adı unudulsa da Rizvan Əlikli haqqında məlumat bizə gəlib çatmışdır. Rizvan Əliklini unudulmuş şair, tərcüməçi və xəttat adlandırmaq olar. O türk, ərəb, fars dillərini mükəmməl bilmişdir. Rizvan Əliklinin əlində işləmiş yüksək zövqlə xeyli ədəbi, elmi, dini və dünyəvi kitablar çıxsa da bugün onun haqqında müfəssəl söz demək çətindir. Bunun əsas səbəblərindən biri də material qıtlığı. Əlikdə Aşıq Mursaqulu adında aşıq yaşamışdır. Aşıq Mursaqulu haqqında yazılan mənbələrə və ona aid yaradıcılıq nümunələr dövrümüzə qədər gəlib çatmasa da, yaşlı nəsillərindən alınan məlumatlara görə o toylar olanda qonşu kəndlərə də gedərmiş. Müasir dövr ziyanlarında isə ünvanı suyunu, qəndər beybalı və başqalarını göstərmək olar. Ünvanı suyunun ünvanı öğretimiz nəzərən alınıb, ünvan etməli olub və nərək öğretimiz alınıb. Qəndər barbalar isə uzun müddət rabitə nazirində çalışmış, azərdoşluq və baş direktoruna qədər yüksəlmişdir. Bura Əli kəndidir. Xeyli mehriban. Kənddə mənə çox mehriban. Yol gözləyirik. Zibərək gözləmişik. Gözləmişik.